Tamam, başlayıram. 3, 2, Aha. 1. Başla. Deməli Arzu, Araz Market var. Sənin sağında qalanda sol tərəfə həyət girir və orada Pozan studiya var. Bir dənə də oğlan çıxıbdı 1.80 boyunda səni axtarır. Birinci sözü göstərim, burada problem yoxdur. İndi gör mən sizə necə başladım, siz tapa bilərsiniz. Mən sizə elədim. Arıq sarı saç bir qızdır. Qapını ört, biz bunu çəkək də. Ört qapını keç. Yoxdur. Mən durum indi. Gel mənə addım addım, gel mənə addım addım, adını qəlbə yazdım, bütün fikri xəyalı, inan başımdan atdım. Salam əziz Sport Talk izləyiciləri. Bugün mənim qonağım yaradıcı süni intellekt üzrə mütəxəssis Ümid Salaydır. Xoş gəlmisiniz. Salamlar, xoş gördük. Dəvətiniz üçün təşəkkürlər. Xoşdur. Süni intellekt bu gün hamının maraq dairəsindədir. Buna yanaşmanız Bizim üçün də çox xoşdur. Mən tərəfdən əladır hər şey. Əladır. Yəni yeniliklər var və günü-gündən də informasiyalar yenilənir, insanlar axtarır, öyrənir. Bəzən doğru istiqamətdə, bəzən səhv istiqamətdə. Amma bu gün bizim mövzumuz həm süni intellekt, həm də süni intellektin idmana inteqrasiyasıdır. Nə düşünürsüz? Əslində məlumat almaq bu gün məlumat almaq daha tez olanda, daha sürətləndiyində bir o qədər də təhlükəli hala gəlir ki, yəni düzgün məlumata çatdığımız qədər biz bilmədən yanlış məlumata da çata bilirik. Süni intellekt bizim məlumata çatmaqda çox sürətlidir, amma orada bir xətt var ki, bəzən və çox vaxt yanlış məlumata çata bilirik və onun fərqində olmaya bilirik. Bu da bizi yanlış yönləndirə bilər. Bu süni intellektin hal-hazırda bizim başımıza gətirə biləcəyi ən böyük problemlərdən biridir. İnsanlar bilmədən yanlış məlumat qəbul edirlər. Hətta bu məlumatı da yayırlar. O daha böyük problemdir. Ona görə hal-hazırda o məsələ həll olunsa insanlar tərəfindən, onu öyrənsələr hər şey həll olacaq. İdmanda süni intellektində mən əslində biz bu mövzunu danışanda, bu mövzu haqqında danışacağıq. Mən düşündüm ki, bu mövzu haqqında nə ola bilər. Amma o söhbət gəlir ki, mənim ağlıma birbaşa şey gəlir. Süni intellekt sosial media yaranandan sonra insanlarda bir fiziki tənbəlləşmə yarandı. Bu süni intellektdən sonra bu fiziki tənbəlləşmə daha da çoxalacaqdır. İdman onda elə bir daha önəmli hala gələcəkdir. Burada idman modeli ya da rolunu ya da hansısa idman növünü nəzərdə tutmuyor. Ümumi olaraq həyatımızda idmanın önəmi get-gedə çoxalmağa başlayacaq ki, get-gedə fiziki olaraq bizim hərəkətlərimiz azalır. Beyni olaraq da azalacaqdır. İdman onunla dediyimiz kimi daha sağlam qalmaq üçün, hərəkətli zində qalmaq üçün mən deyərdim bundan sonraki etapda daha çox önəm qazanacaq ki, idmanı seçənlər daha çox olacaq. Bəli, məşqlərimiz daha çox gələcəkdə eləyəcək. Məncə. Deməli, var ki, sosial mediada səhv reklamlar. Biz görürük də, yanlış informasiyanı hamı yayımlayır da. Bəs insanlar necə təyin etsin ki, bu informasiya səhvdir? Bunu əslində biz belə deyim, xəbər kanalları ilə bu mövzu haqqında çox danışırıq. Ondan da verdiyi sual oldu ki, okey, məlumat var. Məsələn, dünən bundan əlaqəli bir röportaj olmuşdu. Bu təzəlikcə Rusiyada qar yağmışdı, Kamçatka bölgəsində. Bütün xəbərləri onu paylaşdı ki, qar 4 mərtəbə yağıb, insanlar sürüşür. Amma o videoların şəkillərin hamısı çoxunluğu süni intellekt idi. Yazırlar ki, insanlar bunu necə ayırd edə bilsin. Burada əslində xəbər portallarının, televiziyanın üstünə çox böyük yük düşür. Necə yük düşür? Biz izləyici, biz verilən məlumatı qəbul edirik. Çox sorğulamırıq. Qar yağıb 2 metrdə ola bilər, 3 metrdə ola bilər. Mənim perspektivimdən çox bir şey fərq eləmir. Orada 4 mərtəbə yağanda da bir şey dəyişdirmir. Amma kimsə mənə deyəndə ki, o qədər qar yağıb, deyirəm, yəni o qədər qar yağa bilməz axı. Deyirlər necə? Deyirəm, məntiqi olaraq mümkün deyil də 4 mərtəbə qar yağmaq. Deyir necə? Deyirəm ki, internetdə araşdır. İndiyə qədər yağmış qalın hündürlüyü nə qədər olub maksimum bir gün ərzində. Ki sən araşdırsan görürsən ki, 4-5 metrə yaxın olub. İnsanlarımız zaten tənbəl idi, araşdırmırdı. İndi vəbşə. Amma dedim araşdır 4-5 metr olubdu. Bir də yəni 4 mərtəbə belə deyəndə normal gələ bilər. 4 mərtəbə. 4 mərtəbə hesabında ortalama 10 metrdən çox bəlkə də qar deməkdir. Yəni 10 metrdən çox fiziki olaraq düşünəndə mümkünsüz bir şeydir də. Yəni insanlar körü-körünə inanırlar gözdə. O beynimizi tənbəlləşdirir, amma burada mən günah süni intellekt yox, yəni insanların üzərində görürəm ki, bizdə deməyim, ümumi olaraq insanlarda hazırda bir mövzunu sorğulamadan inanmaq var. Amma kimsə süni intellektdən sonra mən beynim daha çox sorğulayan hala gəlibdi. Görürəm o beyni daha da çox aktiv tutur. Yəni bir məlumat gələndə demirəm, amma məlumat gəlibdi, okey.
Və xəbər portalları niyə üstünə yük düşür bu mövzuda? Daha çox araşdırma eləməlidirlər. Biz artıq xəbər portallarına inanmalıyıq. Yəni X bir xəbər bunu verirsə bu doğrudur. Yəni xəbər bütün hər yer paylaşılırsa doğru deyil. Yəni bunu hansı inandığınız bir qaynaq varsa ora paylaşırsa doğrudur. Bu məntiqlə irəliləsə əslində biraz daha rahat ola bilər. Amma xəbərlər sosial mediada elə yayılır ki, xəbər portalı onun xəbərini hazırlayana qədər süni intellekt artıq bütün dünyanın hər şeydən xəbəri olur. Ya burada artır insanların beynində yaranan sual, süni intellekt əslində nədir? Süni intellektin əslində yaranma məqsədi ya da yaranma prinsipi insan beynini kopyalamaq kimi, yəni təqlid eləmək üçün yaradılmış bir sistemdir. Əslində bizim beynimizdən bir fərqi yoxdur. Bizim beynimiz necə işləyirsə, süni intellektin işləmə prinsipi də odur. Sizcə burada nədir? O digital beyindir və limitsizdir. Yəni bir növ limitsizdir. Bizim kimi limitli deyil. Yatmır, qalxmır, problemi yoxdur. Ancaq düşünür və əməl edir. Bunun yaradılma məqsədi o idi ki, daha yaxşı bir beyin yaradılsın, daha fərqli bir dünya yarada bilmək üçün. Ki bu 1950-ci illərə dayanır hətta tarixidə. Ona görə yaradılma məqsədi bu idi hal-hazırda da. Amma insan beynində olduğu kimi əslində hal-hazırda süni intellektin tam olaraq necə işlədiyini də heç kim bilmir. Yaradıcısı da bilmir, indikilər də bilmir. İnsanlar bu mövqedə səhv başa düşürlər. Ola bilər. Çünki onun işləmə prinsipi, süni intellekti mən generativ tərəfindəyim də çox rahat deyə bilərəm ki, çox yaxşı başa düşmək istəyirlərsə gərək daha dərindən başa düşmək, gərək əməlli başda beyin sinirlərini oxumalıdırlar ki, öyrənsinlər, bilsinlər. Sinir hüceyrələrini işləməyini başa düşməlidirlər, ondan sonra süni intellekt. Süni intellekt insan qərarlarını əvəz eləyir. Mən əslində əvəz eləyəcəyini düşünmürəm. Yaxın gələcəkdə də olacağını düşünmürəm, amma hal-hazırda arxa fonda baxanda əvəz eləyibdir çoxunu. Çünki Məncə biraz da gücləndirir. Amma belə bir şey var. Bəziləri artıq öz fikrindən çox onun fikrini önəmsəməyə başlayır. Bəli. Bu əslində biz indi danışırıq, hər şey, heç bir problem yoxdur hal-hazırda. Bunun biz problemini bəlkə də 3 il sonra oturanda görəcəyik. Bəli, bəli. Onda da danışamayacağıq, artıq birbaşa yaşayacağıq. Ki artıq insanlar şəxsi həyatlarında, iş həyatlarında, sevgi həyatlarında süni intellektlə məsləhətləşərək qərar verirlər və biz orada deyə bilmirik ki, o insan deyil. O bir məlumat toplusudur. Sənə məlumat verir. Sən dediyin şeyi təqrib eləməyə başlayır. Sən nə istəyirsənsə onu verir sənə. Mən elə bu mövzu ilə danışacağam. Çünki çevrəmdə bəzi insanlar var ki, artıq dost çevrəsindən uzaqlaşıb, ən yaxın dostu süni intellektdir. Və bunu zarafatla deyirlər, amma əslində ciddi bir mövzudur. Heç fərqi deyil. deyil. Hətta ölkə xaricində səhv eləmirəmsə xəbərlərdə var idi ki, süni intellektlə artıq ailə həyatı qururlar. Yaponiyada hansı ölkədə olmuşdu? Bir neçə ayın söhbət, bir qadın çəkib Yəni ki, niyə? Azərbaycandakı qadınların xəyalıdır bu. Bəli, sənə neytraldır, xəyanət eləmir. Boyu 1.90-da əsas məsələ. AI nə vaxt faydalıdır? Əslində AI istifadədən asılıdır. Bunu belə deyək də, məsələn, sizdə də sahə marketinq sahəsidir. Siz sosial medianı istifadə edəndə hələ də düşüncədə olan var ki, TikTok pis platformadır. Bəli, bəli. Və ya YouTube çox pisdir, Instagram pisdir. Amma mən heç demirəm də pisdir. Mən yəni TikTokun çox faydasını görürəm. Burada nədir söhbət? İstifadədən. Yəni Google axtarış bir brauzerdə axtarış sistemidir. Burada deyə bilərik ki, pisdir. Niyə? Sən girib orada baxa bilərsən. Çox gərəksiz bir mövzuya, amma sən oradan təhsil də ala bilərsən. Yeni bir dil də öyrənə bilərsən. Proses yenə Google üzərindən gedir, amma sən dil öyrənirsən, biri girir futbolçunun ancaq neçə qol vurduğuna baxır. Məsələn, istifadədən asılıdır, demirəm o səhv edib Əlbəttə kim istifadə nəyə edir. baxırsa, alqoritm də artıq onu tutur və sənin qarşına çıxarır. TikTok çox yaxşı bir platformadır. Mən onu ta əməlindən istifadə eləyirəm. Mən elə qarşı çıxmışdım, o qarşı çıxanlar tərəfindəyim. Bəli. Bir il sonra istifadə elədim. Əslində yəni nəyə görə deyirəm çox faydalıdır? Çünki orada öyrədici videolar daha çox olurdu. Bir də insanın yaratdığı kontentdən daha çox şey asılıdır. Bu gün əgər ki bizim insanlar keçib kamera qarşısında oynayıb bunu TikTokda yayımlayır və insanlar buna baxırsa, burada o həmin platformanın heç bir günahı yoxdur. Bir də burada belə bir nüans var ki, onun öz izləyici kütləsi var, maraq kütləsi var. Yəni mən onun da yəni kimsə deyəndə o da okey, düzgün bir şeydir. Adam evində oturub özünə bir şərait yaradır. Hətta ondan bir gəlir də əldə edə bilsə, mən deyirəm mükəmməl. Adam oyun oynayır və pul qazanır. Bəli. Bundan gözəl nə ola bilər ki, məsələn, uşaqlıq xəyallarımız. Amma burada yəni süni intellektin şey kimi bizdə belə bir şey var ki, insanlarımız deməyim, yəni ümumi olaraq insan heç vaxt özünü günah görməz. Bəli. Süni intellektdə də günah, sosial mediada da günah, onda da günah, bunda da günah. Əslində elə deyil, birbaşa istifadədən asılı olan bir şeydir ki bu. Mən həyatımdakı dəyişiklikləri
birbaşa şahid olmuş kimi biri olaraq deyim ki, süni intellekt həyatıma girəndən sonra mənim həyatım tamamilə 180 da olmasa bir 120-130 dərəcədə dəyişibdi. Mənim özümdə də belədir. Çünki iş prosesimi nizamlayanda və yaxud da ən sadə bir şey, sosial mediada bir mətni yayımlamaq istəyirsən, əvvəl deyirdik ki, yanındakı falan kəsən vaxtın varsa bunu oxu, bax gör orada hərf səhv var ya yoxdur. Burada hər komandada bir nəfər qrammatikası yaxşı olardı, o oxuyardı. Ay sağ. İndi isə birbaşa atırsan süni intellektə və o sənə saniyələr içində çıxardır, verir. Yəni baxır hansı insan hansı tərəfdən daha effektiv istifadə edir. Əslində düzdür, yazıda ola bilər. Mən süni intellektin amma fikrimcə bizə ən sadə tərəfi. Hə, ən sadə tərəfi, əslində o sadə tərəflər dediyimiz gündə bir neçə dəfə təkrarlanan işlər var elə. Hərəsinə bir 5 dəqiqə, 10 dəqiqə vaxt keçsə, onları toplayanda günlük görsən ki, əslində 1 saat qazanmısan sən. Bu elə özü müsbət bir şeydir. Amma tam olaraq süni intellektdə mən tərəfdən deyəndə ki, ən yaxşı şey nədir? Öyrənmək. Mən istədiyim şeyi öyrənə bilirəm. Mən məktəb vaxtı fizikanı öyrənməkdə çətinlik çəkirdim. Kimyanı öyrənməkdə çətinlik çəkirdim. Mən daha çox riyaziyyat öyrəndim. Coğrafiya, tarix xoşlayırdım. Daha çox sözəlci idim belə deyə. Amma indi baxıram ki, mən fizikanı öyrənə bilərəm. Kimyanı da öyrənə bilərəm. Orada çünki bizim öz dilimiz şəxsi təhsil alıram mən. Yəni bir professor var, oturub qabağımda, nə sual verirəm, canla başla cavab verir. Sıxılmır, yorulmur. Deyirəm müəllim, bunu başa düşmədim, bir də təkrar de və otur mənə təkrar danışır. Və bu aylarla davam eləyir. Bundan mükəmməl nə ola bilər? Bəzən olur ki, mən süni intellektə sual verirəm və cavabı məni qane eləmir. Qayıdıb sərt bir şəkildə deyirəm ki, axı mən bunu başa düşmədim, mənə düzgün izah et. Deyir, çox üzr istəyirəm, mən düzgün izah edə bilmədim. Əslində bunun özü əslində burada belə bir problem var. Süni intellektdən işləmə prinsipi həmişə bizdən yaxşı yola getməsi üçün. Süni intellektlə əlaqəli deyil, o bizim istifadə etdiyimiz modellərlə əlaqəlidir, belə deyim. Ümumi olaraq istifadə edəndə sadəcə bizdən daha. Bunun üçün yeni bir dizi vardı, çox Pluribus deyə. O dizidə də göstərir ki, insanlar çox xoşbəxt. Nə desən qarşı çıxmırlar. Yəni süni intellektdən əslində belə olmağın çox səbəbi var. Əsas səbəblərdən biri bizi təsdiqləməsi. Biz təsdiqlədikcə ondan daha çox istifadə edirik. Mən demişəm, məni təsdiqləmə. Səhv nə varsa onda de. Ən yaxşı tərəfi budur. Süni intellektdən düzgün istifadə etmək üçün adi bir insan nəyi bilməlidir? Süni intellekti əslində hamı istifadə edə bilər. Bu belə bir şey deyil ki, ayırd eləmirəm ki, bəlkə də 2 il əvvəl ayırd edə bilərdi. Əslində mən indi də düşünəndə, mən təhsil verəndə də soruşurdular ki, mən bu sahə üzrə işinə bilmirəm, öyrənə bilərəm. Deyirəm, təbii ki, öyrənə bilərsən. Çünki hamımızın bir sahəsi var. Bəli. Sizdə marketinq, birində dizayn, birində mühasib, birində müəllim, hamının bir sahəsi var. Bəli. AI-ı biz yeni bir sahə olaraq deyil sadəcə, yeni bir sahə olaraq da öyrədə bilərik. Mövcud sahənin yanında gücləndirici bir şey olaraq da öyrədir. Müəllimsən, AI-ı bilən müəllim ol. Nə gözəl. Marketinq mütəxəssisən, AI ilə yaxşı işləyən marketinq mütəxəssisi ol. Əslində biz AI-ı hər şeydən ayırıq, hər şeyin içində tutmağa çalışırıq. Düzgün istifadə üçün də əslində birinci ən əsas məsələ indiki istifadə etdiyimiz süni intellektin nə olduğunu başa düşməliyik və promptlar haqqında biraz daha çox öyrənməliyik. Çünki bunun tuşla deməli bel kemiyi promptlardır, yazı. Və yazı yazmağı yaxşı bacaran adam yaxşı istifadə edə bilər. Doğrudur. Gələcəkdə süni intellekt insanları idarə edən alət olacaq, yoxsa insanların əlində olan vasitə kimi qalacaq? Əslində mən ikisi də deyil. Yəni mənim fikrimcə bizim idarə etdiyimiz alət olmayacaq. O artıq keçəcək biraz da irəliyə. Bizi idarə edən olmağında mən istəməzdim, belə deyil. Olmazdı da deyə bilmirəm. Burada yəni o saatda insan faktoru insan faktoru işin içində olmalıdır. Bu necə ola bilər? Amma gələcəyə doğru ikisi birlikdə yaşamağa artıq qəbullanmalıyıq. Artıq belə bir reallıq var. Onlarla birlikdə yaşamalıyıq. Yoxsa insanın tam olaraq nəzarəti itirdiyi vaxt əslində problemlər başlaya bilər. Ki bu yaxın illərdə də görsənmir. Əslində yenə deyərdim, insan rolu önəmlidir, amma yəni süni intellekti də bir insan kimi düşünmək olar ki, yaxşı və pis insan da var. Bəli. Süni intellekt idmançının potensialını necə üzə çıxara bilər? Əslində ondan əlaqəli düşünəndə mənim ağlıma gəlir ki, bir özü üçün, özü haqqında məlumat verib, buna çəkisi ola bilər, elədiyi şeylər ola bilər. Süni intellekti özünə bir dənə şəxsi treyner yarada bilər. Məsələn, bir
trener botu yarada bilər. Özünün şəkillərini ata bilər, öz haqqında məlumat verə bilər, bu gün elədiyi şeyləri verə bilər və dünyanın hansısa trenerinin bir növ digital versiyasını yarada bilər, onunla söhbət edib məsləhətləşə bilər. Motivasiya verə bilər, gündəlik hansı qidalardan istifadə etməlidir, onu deyə bilər və ya özünə bir bot hazırlaya bilər ki, qidalarını yedikcə paylaşar, onun kalorisini hesablayar, deyər ki, sənin çəkin budur, sən bu qədər tükətməlisən, idmanda nə qədər kalori verdin. Hamısını sən ona hesabat olaraq versin, şəxsi trener olaraq sənə çox böyük köməklik edə bilər. Yeni bir şeyləri öyrənməyində çox böyük dəstəkçin ola bilər. Bu tərz şeylərdə hal-hazırda idman sahəsi bütün sahələr üçün əslində ideal şeylərdən biridir. Əgər düzgün istifadə olunsa, AI idmançının inkişaf yolunu sürətləndirə bilər. Yəni illəri aylara keçirtmək. Əslində ola bilər, texniki ola bilər, yəni qısa yollar göstərə bilər. Amma sonda olanda idman fiziki bir işdir. Beyni iş olduğu qədər də fiziki bir işdir əsas olaraq. Süni intellekt sadəcə onun təkmilləşdirilməsinə köməklik eləyə bilər. Bu əslində bütün sahələr üçün də keçərli, idman üçün də keçərlidir ki, trener olar, məsləhətləşə bilər, başqa idmançılar haqqında ciddi analiz apara bilər, rəqib analizləri apara bilər. Ya biz necə marketinqdə rəqib analizi eləyə bilirik, əslində bu idman üçün də keçərlidir. Rəqib analiz eləyə bilər, rəqibin zəif daha tərəflər. asanlaşdırır. Təbii ki, bu istifadə metodları bu saydıqca çoxala bilən bir şeylərdir. Süni intellektdən qeyri-etik şəkildə istifadə edən izləyicilərimiz var. Mən bu ən çox yaralı yerimdə. Çünki mən düşünürəm ki, mən 1-2 il içində mənim danışdığım tək mövzu etik mövzusu olacaqdır. Gedişat ona doğru gedir. İstəməzdim əslində belə olsun, amma insanlar bilmədən eləyir bu şeyləri. Problem bundadır və bunu bilməsi üçün kütləvi bir necə bizdə media savadlığı deyə bir şey var. İnternet savadlığı artıq var insanlarımızda, hamısında. Süni intellekt savadlığı deyə də bir şey olmalıdır ki, hamıda. Bunu ayırd eləyə bilərik. Amma etik mövzu belədir ki, biz birinin üzündən istifadə edə bilmərik. Bu sadə bir mövzu. Birinin səsindən istifadə edə bilmərik, birinin videosundan istifadə edə bilmərik. İcazəsi yoxdursa. Bu çox bəsit mövzudur. Əslində bu süni intellektlə əlaqəli bir mövzu deyil. Birinin siz şəklini, videosunu düzəldə bilməzsiniz əvvəllə. Olmaz, etik deyil. Bunlar sadəcə görünən hissələrdədir ki, insanlar əyləncə xarakterlidirlər, amma bunun çox mənfi yönləri də ola bilər. İnsanlar deyirlər ki, okey, bir məşhuru hazırladıq, ciddi izləmə qazandıq, hype tutduq. Okey, bunlar gözəl şeylərdir. Gözəl deyil əslində də, sadəcə onlar tərəfindən baxanda gözəl, 100 min, 200 min izlənmə aldıq. Komanda deyir, əlasan, bu da qaza gəlir, yenə eləyir bu adam. İzləmə aldıqca eləyir, yəni bir orada problem yaşanır. Sadəcə bu mənfi şeylərdə çox istifadə olunur. İnsanlar biraz daha müsbət tərəfindən baxırlar. Marketinq yönündə əyləncəli. Əyləncəni eləyə bilən başqa şey də eləyə bilər də əslində. Bir dənə arada rubrikamız var, onu çəkək. Get timer gətir. Deməli, bu normal insanlarda da olur və o qalxanda limon yeyirik. Təzyiq. Bəli. İdmançı yarışa çıxır və onun ailəsi ona nə verir? Uğurlar, töhfə, xeyir-dua. Yox. Biraz fiziki bir şeydir. Dəstəkdir. Dəstək. Dəstək verir. Onun başqa bir adı da var. Pas. Tamam. Nə idi? Motivasiya. Biz də ailə motivasiya çox vermir. Deməli siz işləyirsiniz və onun bir dənə də müasir adı var. İşləmək. Bəli. Pul qazanma. Yox. İnsanlar Pardon, daha çox belə şey istifadə eləyirlər ya ondan. Nətə izah eləyim bunu? Bilmirəm. Çalışıyor. Bilmirəm. Nədir ki, çox maraqlıdır. Karyera. Bir dənə tapdınız. Qəşəng də məncə. Mən dedim bəlkə bir suala bir dəqiqəm gedəcək. Qəşəng. Futbol 11. Futbol 11. Futbolda 11 nəfər nə deməkdir məsələn? Komanda. Bəli, düzdür. 2-də 1. İdmanda. Yarım final. 2-də 1, 4-də 1 yox. 2-də 1. Final? Düzdür. Tamam. Mən də bu proqram üçün yaradılmışam. Heyecanlandım. Bir deyim. Bütün rəqibləri keçdikdən sonra nə olur? Qalib olur. Nə olur? Çempion olur. Düzdür.
futbolla gedirəm. Futbolda 90 dəqiqənin sonunda qarşı tərəf qol vurubsa, siz vuranmamısınızsa, Aha. nə olur? Uduzmuş oluruq. Başqa dildə Məğlub. məğlubiyyət. Yəni. Tamam. Siz Hamısı əjdahasınız. Çox qəşəng izah elədiniz. Nə bilim, özümü pis hiss elədim. İdmanın içində artıq süni intellekt formalaşır. Hətta bəzi idman növlərində VR eynəklər gətiriblər ki, onlar birbaşa elektron sistemə keçirlər. Bu sizin baxış açınızdan nə qədər uzun müddət davam eləyəcək? Əslində bu başqa idman növlərində də uzun müddətli istifadə olunan bir metoddur ki, sadəcə bu amma trening, yəni məşq vaxtlarında işə yaraya biləcək bir şeydir. Yəni real vaxtda, yəni məsələn bir Formula 1 pilotu trening vaxtı onsuz da istifadə edir VR gözlükdən olmasa, ekran içində məsələn sürür, necə olmalıdır, reflekslər necə olmalıdır. Bir eyni həyəcanı yaşaya bilmir. İki onunla da yarışa getsə o Formula 1 pilotu olmur. Formula 1 pilotu yarışa çıxanda da hər hansı bir maşın üzrə, yəni ölümü göz alıb bu adamlar yarışa çıxırlar. Ölə də bilər, yaralana da bilər aynı bir şeydən. Adamlar bununla yarışa çıxırlar və orada verdikləri qərar tamamilə fərqli olur. Kompüter başında bu pis necə oxşur? Mən otururam, savaş oyunu oynayıram. Verdiyim qərar nə var ki, çıxacağam, əvvəl vuracaqlar edəcəm, təzədən başlayacağam. Bu yəni çünki mənə heç bir təsir yox, amma real dünyada döyüş elə bir şey deyil axı. Bir dəfə öldü, bitdi. Burada onunla idman vaxtları çox təsir eləyə bilər bizə. Məşq eləmək üçün yaxşıdır. Amma real döyüş vaxtı düşünəndə bir də belə bir şey var. Məsələn, idman qarşı-qarşıya rəqibindən çıxsan, VR-da o qədər vursun ki sənə. Sən heç nə hiss eləmirsən. Sən yorulmursan. Yəni bir boksör düşünək məsələn 8-ci raundda adamda heç nə yoxdur. Amma normalda o 8-ci raundda nəfəssiz qalmalı. Doğru. Bu da onun kimi bir şeydir. Süni intellektdən istifadə edərkən harda dayanmaq lazımdır ki, bu idmançının inkişafına xidmət etsin? Yəni nəzarət və təzyiq altında qalmasınlar. Əslində burada bir neçə nüanslar var ki, biz süni intellektdən istifadə edəndə biraz çərçivə daxilində istifadə etmək lazımdır. Çərçivə daxili dediyimiz nədir? Müəyyən şəxsi məlumatların paylaşılmaması, müəyyən özəl məlumatlar ola bilər, idmanla əlaqəli ola bilər ya da akademiya ilə əlaqəli elə bir məlumat olar ki, paylaşılmaması gerəkən məlumatdır əslində. Onlar paylaşılmamalıdır. Bunlara diqqət etmək lazımdır ki, çünki hal-hazırda üçün heç bir problem yoxdur. Data paylaşılmır, məlumat paylaşılmır. Amma bu 2 il sonra necə olacağını biz də dəqiq bilmirik, onlar da bilmirlər. Çünki yavaş-yavaş süni intellekt platformalarında artıq reklam gəlməyə başlayacaqdır. Ondan necə olacaq görək. Artıq insanlar ödənişdə istifadə edirlər. Yəni bəzən əvvəl desəydik ki, hər hansısa bir sayta ödəniş elə, bundan istifadə elə sənin yararınadır. Heç kim istifadə eləmirdi. Amma bu gün ChatGPT-dən ən sadəsi hamı ödənişli istifadə edir. Maliyyə yatırır. Əslində mən hələ də deyərdim ki, çox istifadə eləmirlər. Adamlar tanıyıram ki, bütün gün süni intellektlə işləyir, amma hələ də ödəniş versə deyirəm. Sən bu işdən pulla qazanırsan. Bəli. Sən işləvi çox rahatladır. Sən pul xərcləyən də birisən. Yəni tələbə ya da ehtiyacı olan biri deyil. Deyirəm sən 4 kofenin pulunu versən, aylıq sənin bir asistanın var. Yəni sən asistan tutsan hər hansı 400 manat minimal əmək haqqıdır. Deyirəm sən niyə vermirsən? Görürəm yox, orada biraz şey eləyirlər, amma ödənişli versən, ödənişli versiyasında dəhşət dərəcədə fərq var. Amma bu sadəcə belə deyim, Azərbaycanda xas deyil az istifadə olunması. Statistika göstərir ki, OpenAI ChatGPT-nin ümumi istifadəçilərin sayı artıq 1 milyarda yaxındır. 800-900 milyondur. Onun sadəcə səhv eləmirəm, ya 3 ya da 6% sadəcə ödənişli istifadəsidir. Geri qalan faizi hamı ödənişli istifadə edir. AI tövsiyə verir. Amma AI tövsiyə verir. Amma son qərarı kim verməlidir? İnsan təbii ki. Mən 3 ilə yaxındır bu sahənin içindəyim. Yəni sahənin içində yəni birinci öyrənmək kimi başladım sahə əsas işimə çevrildi. Yəni bildiyimiz çıxandan istifadə edirəm aktiv olaraq. Heç vaxt mən qərar vermə mexanizmasında onun nə fikrinə ehtiyac duymuşam, nə də soruşmuşam. Falan iş təklifi var, necə eləyə bilərəm? Məncə bu qərarı özüm verə bilməliyəm. Yəni mənim 30 yaşım var. Mən uzun illərdir işləyirəm. İşlədiyim indi iş yeri də çox yaxşıdır, olduğum vəzifə də yaxşıdır. Məncə bu qərarı verə bilməliyəm. Mən bu qərarı verə bilmirəmsə, mən iş həyatında ani bir şeydə qərarı necə verəcəm? Refleks olaraq sən qərar verə bilməlisən.
Həyatımda mən hər şeyi soruşa bilmərəm. Ya da ChatGPT-yə bir problem olanda mən götürüb o problemi təzədən ona yazmalıyam. Baş salmalıyam ki, nə deyirsən. ChatGPT-nin də cavabı nə olacaq? Məntiqli hansıdırsa o qərar. Bəli. Amma bəzən biz məntiqli qərar vermirik. Bunu bilə-istəyə vermirik. Çünki şey kimi düşünürəm. Məsələn, biraz əvvəlsindən söhbət edirəm. İstədi ki, mən 3D öyrəndim, onu öyrəndim, amma tam olaraq o iş sahədə istəmədim olmaq. Səbəb mənə görə deyildi. Bəli. Amma məntiqlə baxsaydı, siz o sahədə qalmalıydınız. Səbəb çünki o sahədə qalıb siz çox düşündüyünüzün çox üstündə pullar qazana bilərsiniz. ChatGPT məntiqi budur. Siz desiniz, deyəcək, o gəlir, az bilən var, yüksək qazanc, bunu seçməlisiniz. Amma siz dediniz ki, mən orada özümü yaxşı hiss eləmədim. Keçdim marketinq sahəsinə. İndi mövzu budur. ChatGPT olsaydı, deyəcəkdi, siz 3D Max-dan davam eləməlisiniz. Allah xoşbəxt eləməsin. Yəni budur. Yəni düzgün qərar vermək hər zaman yaxşı bir şey deyil. Və düzgün qərar vermək xoşbəxtlik də deyil. Çünki bizi hələ də süni intellektdən ayırıb və gələcəkdə düşünürəm ki, ayıra biləcək şey biz insanıq və bizim səhvlərimiz var. Əlbəttə, yəni bizim qüsurlarımız var və bizi gözəl edən bizim qüsurlarımız. Doğrudur. Yəni süni intellektə nə qədər ötəri belə baxsaq da, amma bu gün süni intellekti daha peşəkar səviyyədə öyrənmək lazımdır ki, mən bunun artıq təhsilini almağa başlamışam ki, necə öyrənim, ondan necə düzgün istifadə edeyim, işlərimi daha necə rahatlaşdırım. Yəni insan öz üzərində işləməlidir. Digər bir mövqeyə də gələndə sizin karyeranız belə deyək də süni intellektin üzərindədir. Bəs bunu marağınız hardan gəldi? Əslində belə deyim, 2023-dən etibarən, yəni OpenAI ilə ChatGPT həyatımıza girib, 23-dən etibarən istifadə edirəm. Birinci elə belə çıxanda, ilk çıxanda maraqda o internetdə, Twitterdə əsas istifadə edirəm mən. Orada xəbər yayır ki, bir platforma çıxıbdı, hamı istifadə, sual versən cavab ver. Məntiq nədir? Yəni biz girdim, yazdım, görüm nə sual verirəm, cavab ver. Maraqlı gəldi, belə söhbət elədik. Sonra kəsdim, atdım quraya, gördüm ki, yox da, danışa bilməm, deyirəm salamı, deyil salam. Söhbət getmir o tərəfə. İşlə əlaqəli məsləhət almaq istəyirəm, mən də prompt bilmirəm. Ona yanlış məlumat verirəm, o mənə yanlış məlumat verir. Gördüm, yox dedim, bu yaxşı deyil. İnanmı deyirəm, məsələn, o kreativ fikir ala bilmirsən və ya content strateji yarada bilmir. Mən də o vaxt elə düşünürdüm. Atdım qurağa, dedim, yox, sonra bir neçə müddət sonra bir işdə başlayanda orada yavaş-yavaş istifadə eləməyə başladım ki, copywriting üçün istifadə elədim. Mən Türkiyədə yaşamışam uzun illər. Azərbaycan dilində mən yaza bilmirdim. Qrammatiki çox səhvli eləyirdim. Türkcə qatışdırdım, Azərbaycanca qatışdırdım və mənə şirkətin maillərini yazdırmaq istəyirdilər. Mən də gördüm. Burada yavaş-yavaş bir dəfə, iki dəfə, sonra gördüm istifadə, sonra gördüm content çıxardım, sonra gördüm strategiya çıxardım, sonra gördüm bütün işlərimi orada edirəm. Yəni bilə istəyə girdim. Bir də baxdım bütün həyatım süni intellekt. Bilə istəyə girdiyim bir sahə deyil. Yavaş-yavaş girdim, yavaş-yavaş. Yəni mən sahənin inkişaf edəcəyini də bilirdim. Biz 2 il əvvəl, 2 il yarım əvvəl, məsələn, Abdullah bəylə oturub söhbət edəndə biz bundan olacağını bilirdik. Yəni bunlar bizim şoka salan bir şeylər deyil. Biz hələ deyirdik ki, bu belə olur, çox inkişaf eləyəcək. Hələ heç kim fərqində deyil. Sahə indi yaranır. Hələ indi belə çox tezdir. Biz 10 il sonra bütün dünya süni intellektdən danışanda biz indi danışırıq. Məsələn, yayılandan sonra hələ indi də tezdir. Onlarla insanlar çox da ciddiyə almırlar hələ də deyirlər. Sual versin, cavab verən eləyə bilər ki, o mənə. Düz deyil, nə eləyə bilməz, amma mövzu biraz daha fərqli. Yəni təsadüfən girdim, amma əsas işimə çevrildi. Çox xoşbəxt edir mən bu sahə. Və artıq belə deyim də, bunun tədrisini aparırsınız. Və Kod Akademiyada mən özüm də oranın məzunu olmuşam, rəqəmsal marketinq üzrə. Və bu arada onu qeyd eləmək yadımdan çıxdı. Mənim müəlliməm də Ümid müəllimin həyat yoldaşı olub. Biz Ümid müəllimlə elə tanış olmuşuq. Hər biriniz öz sahənizdə həqiqətən peşəkar insanlarsınız. Burada müəllimə sözüm var. Ondan da podkast çəkəcəyik, amma növbəti buraxılışlarda. Və bu gün Kod Akademiyada növbəti dəfə ailəlikcə marketinq və süni intellektdən danışacağıq. Bu da sözüm olsun. Bir evin içində həm marketoloq, həm də süni intellekt üzrə mütəxəssis necə yola gedirsiniz? Oğlum, məntiqi düşünürük. Çox emosional olmamağa çalışırıq ondan. Bir də yəni real danışanda, yəni bir də bütün reallıqları deyən bizim balacamız var. Hə, biz ikimiz də işləyirik, ikimiz də dərs keçirik. Onsuz da yəni otururuq evdə də işdən danışırıq. Biz oturub evdə də məsələn evə gəlirik, o deyir ki, dərs belə keçdi, mən deyirəm belə keçdi, o deyir mən falan şey elədim, mən falan şey. Oturuq bir-birimizlə müzakirə. Əslində o bizi çünki normalda
düzdür, o haqqda demək mənim üstümə. Ailələrdə çoxunda elə olur ki, işdən gəlir, iş həyatı ayrıdır, ailə həyatı Bəli. ayrıdır. Amma bizdə elə deyil. Bizdə hamısı eynidir. İnteqrasiya olunur. Çox əla gedir o tərəfdən. Əla. Və siz artıq Kod Akademiyada süni intellekt üzrə yeni bir proqram açılır. Yəni bunu yaradırsınız. Hal-hazırda onun üzərində bəli, Evet. yaxın Və zamanda. artıq gələcəkdə gənclərimiz daha peşəkar şəkildə tədris ala biləcəklər. Bəli, belə deyək. Orada mən onu hiss elədim ki, mən 1 ildən çox sahə üzrə təlimlər verirəm. Bir Azərbaycanda ilk bu təlimləri verənlərdən biriyəm. İl yarıma yaxındır bəlkə də. Çoxlu tələbəm olub. Keçən il tək bəlkə 50-60-a yaxın seminarda olmuşam. Universitetlər, dövlət qurumları. Ora keçəndən sonra gördüm ki, orada biraz fərqlidir. Orada fərqlidir. Çünki orada mən həmişə yolumu tək davam eləmişəm. Nə öyrənmişəmsə tək eləmişəm, nə eləmişəm tək. Ora keçəndə görsən ki, akademik heyət var, ciddi mənada hamı sahəsində professional, hamı bir tərəfdən dəstək olur sənə. Sən normalda dərsi necə sunmalısan, onu da gedib özünə öyrənirsən. Amma burada hamı dəstək olur sənə və görürsən ki, yox, burada çox daha düşündüyüm şeyləri artıq burada eləyə bilərəm. Başqa yerlərdə çünki müəyyən qədər hər şeyi eləmək olmur. Burada amma istədiyim mən düşünürəm ki, çox mükəmməl şeylər edə bilərik. Bunu burdan çox əminliklə deyə bilərəm ki, 2026 Azərbaycanda şəxsən onun qarantisini verə bilərəm. Tam AI ilə olacaqdır. Və bunu iliklərimizə qədər hiss eləyəcəyik. Hər yerdə görəcəyik. Bu il yəni həddindən artıq çox yaxşı şeylər eləmək fikrimiz var. Çox gözəl şeylər olacaq, yaxın zamanlarda da eşidiləcək. Yəni üstünə danışdıqca belə həyəcanlandıran şeylər var hazırda və bu il hamısını Azərbaycanda görəcəyik və ümid edirəm ki, Azərbaycanda artıq bu regionda, yaxın regionda süni intellekt üzrə istifadəçi tərəf yox, sadəcə ciddi mənada böyük işbirliklər qurmuş bir dövlət, bir regionda bir lider olaraq çıxmağını mən çox görmək istəyirəm. Çünki biz burada yaşayırıq, biz də vaxtında qaçıb getmişdik. Mən Türkiyədə uzun illər. Sonra gəldik, gördük burada inşa eləmək çox gözəldir və biz həmişə deyirik Amerikada belə, Avropada belə. İndi biz də istəyirik ki, burada da bir şeylər olsun da. Niyə ancaq Amerika, Avropa Niyə də deyə? yox? Burada da eləyək. Ümid eləyirəm ki, çox yaxşı şeylər eləyəcəyik İnşallah. və bu ümumi olaraq gənclər üçün də çox faydalı olacaq. Böyük bir maraqla gözləyirəm, yaxından da izləyirəm və yeniliklər olduqca mən özüm də paylaşacağam sizinlə. Belə deyim. Smartwatch yoxsa traditional izləmə? Traditional izləmə. Data analizi yoxsa təcrübə əsaslı qərar? Sahəyə görə dəyişir, amma data analizi AI məşq planı yoxsa insan məşq planı? müəllimə görə dəyişir. Amma ikisinin ortası. Sizcə bizdə peşəkar məşqçilər varmı həqiqətən? Təbii ki, var. Ona heç bir şübhəm yoxdur. Bir də Azərbaycanda biz gözümüzü açandan idmanla əlaqəli çox uğurlu şeylər elədiyimizdə fərqindəyik, görərək böyümüşük. Bundan nə o tərəfdən sıfır sıxıntı. Virtual reallıq məşqi yoxsa real zal? Təbii ki, realizat. Orada onu həyəcanlı hiss eləmək lazım. Bu əslində hər şey üçün keçərlidir məncə. Sensorlar yoxsa kamera analizi? Sensor deyirəm. Nəyə görə? Belə. Xüsusi bir səbəb yoxdur. Tamam. Performans optimallaşdırılması yoxsa yarış taktikasına fokus? Optimallaşdırma seçərdim. Tamam. Robot sparring yoxsa insan sparring? İnsan tərəfində hər zaman döyülmək istəyir. Gələcək proqnozlar yoxsa hal-hazırki proqnozlar? mən biraz daha çox gələcək proqnoz tərəfdarıyam. AI ilə motivasiya yoxsa psixoloq dəstəyi? Psixoloq dəstəyi təbii ki. Heç almısınız? Əslində onun bir hekayəsi var məndə. Mən standart Azərbaycanlı bir kişi olaraq belə deyim ki, bizdə tabularımız var, qıra bilmirik ki, biz psixoloq yanına getməliyik. Mənim də o dönəmim olub, getməliydim, gedəmədim. Həmişə məndə bir problem olaraq qalmışdı. Sonra bir bot yaratdım özümə süni intellektlə, bir psixoloq mənim problemim üzərində. Başladım ondan söhbət eləmək. O da AI üzərindən. Başladım ondan söhbət eləmək. Gördüm, söhbət yaxşı, ondan sonra sonlandırdım. Dedim, olmaz yəni, eləmək lazımdır. Mən nəsə bir problem var. Ya yaxınımızdan paylaş, ya da gəlin professional birindən dəstək alın. Süni intellekt psixoloq deyil. Çünki o sizi başa düşmür, mənəviyyat yoxdur, hiss yoxdur. Öyrənən AI yoxsa stabil alqoritm? Öyrənən AI. Hal-hazırda ən sevdiyim şey. Maşın yoxsa insan intuisiyası? İnsan intuisiyası. Gündəlik monitorinq yoxsa yarış öncəsi yoxlama? Gündəlik. Gündəlik monitorinq. Tamam. Bu gün Azərbaycan idmanına, Azərbaycan gənclərinə nə demək istəyirsiniz?
Azərbaycan. Bu belə çox iddialı oldu. Bəli. Bir süni intellekt yaratsın. Hə, mən süni intellekt tərəfindən deyirəm, idman tərəfindən Bəli. demirəm. Sonra baxsın. Tənqid olundu. Sən hə, idman ara. Hə. Çox əvvəl məşğul olmuşam. Uşaq vaxtı karate ilə mən məşğul olmuşam, futbolla məşğul olmuşam. Sonra da şahmatla. Ölü vaxtı şahmatla da karyeramızı son vermişəm. İdman tərəfində mən indi deyərdim ki, ciddi mənada idmana bundan sonra çox ehtiyacımız olacaq. Fiziki hərəkətləndirməyə. Keçən dəfə bir verilişə baxanda orada çox belə bir mövzu dedilər. Çox utopik səslər, amma çox doğrudur. Deyir biz indi fiziki məşq eləmək üçün, fiziki hərəkət eləmək üçün idman zallarına gedirik. Bədənimiz hərəkət eləsin. Deyir bir müddət sonra beyin üçün belə zallar yaranacaqdır. İnsanlar süni intellektdən yanlış istifadə elədikcə beyinlərdə tənbəlləşmə yarandığı üçün insanlar da beyni istifadə eləmək üçün elə bir idman zalları olacaq ki, gəlib orada beyni istifadə eləyəsən. İndi bu səslənəndə çox utopik ya da çox qeyri-adi səslənə bilər, amma gedişat ona doğrudur. Ona görə idman əslində bunu əsas elə mənim də deməm indi mən dostlarım alıb deyəcək. Görküm nə danışır? Burdan Abdullaya da səslənirəm ki, söz vermişəm biz başlayacağıq idmana. Bu da sözümüz olsun. Ya yayım tarixinin sabahından, bu günün sabahından. İki həftə sonuna düşür, işlərim var. Yəni əslində belə deyim də. Çünki mən ortaq nöqtə var ki, bəzi mənim sayğı göstərdiyim sahə üzrə peşəkarlar, yəni qlobal həyatlarına baxsan ki, hamısı müəyyən elə bizim günlük müəyyən saatımızın içində hamısının içində idman var. İdman dediyimiz, yəni burada sadəcə bir məşq növü nəzərdə tutmuram. Bunu həyat standartı halına gətirdi. Biz necə işləyiriksə, işləməliyik nəyə görə? Çünki pul qazanmalıyıq həyatımızda. Bəli. İdmana gedir nəyə görə? Sağlam qalmalıdır, daha uzun yaşamalıdır. Bəli. Əslində bunu biz alışqanlıq halına gətirə bilsək, bu çox gözəl olar. Bu mənim üçün də keçərlidir. Mən hazırda bunun üçün düşünürəm ki, özümdə bir şeylər dəyişdirməyə çalışım. Amma bunu kütləvi olaraq bir şeylər eləyə bilsəydik, inanıram ki, daha yaxşı olar ki, məktəb vaxtından, universitet vaxtından hamı idmanı, yəni kimi, sadəcə bədən yığmaq kimi yox, belə sözləsin mənasında. Sağlamlıq kimi görərdi və bu həyatımızın bir hissəsidir, daha sağlam olur. 3, 2, 1, başla. İşte bilirsiniz? Nə? Hə, bəli. Sevinç. Yox. Bax. Gol. Gol. Düzdür. Offside. Offside. Off. Hə. Offdan sonra nə ola bilər? Offside. Off. Düzdür. Çi. Hakim. Kim. Hakim. Düzdür. Top. Top. Düzdür. Sürət. Güc. Sürət. Ronaldo kim orada? Final. Finish. Final. Azərbaycan dilində finish yoxdur axı. Sayılır da əslində final. Start. Keçək. Rekord. Qoç. Ara qoç. Medal. Medal. Düzdür. Tanı. Qışı. So. 5 ya da 6 tane tapdı ya müəllim. Tapdım. Qışı. Bir yerdə başa düşmədim söhbət nədən gedir. Hə. Finish dediniz, final hesab saydıq da onu düzdür də eyni şeydir. Sən nədə necə? Offside rahat hakim, offside da tapdı. Rekord. Off dedim, okey dedi. Dün başqa nə ola bilər? Offdan sonra nə ola bilər? Geri qalan bir 20 dənə daha istərsən. Bəli. Turnik. Pas. Güc. Tamam. Futbol. Yes. Final. Dözümlülük. Yox. Rekord. İdman. Aha. Süni intellekt. Ay Allah. Heç kim heç vaxt adını bilmir. Nə bilim. Sözlər yadımdan çıxdı. Tamam. Qaliblər. Asa. Qalibiyyət. Qaliblərdən sonra Bunu sayaq da. Okey. Çempion. Necə söz oldu? De. Mən neçə tapmışdım? Boy! 3 dənəsi tapdı. Qalibi saya bilərik. Yox. Yox. Qalib Deyil mən nədir ki? eşidirəm. Qalibiyyət.
qalibiyyət. Yes. O çətin sözdür, qalibiyyət nə deyir? Amma yaxşı tapdın. Bu arada yəni. bu oyunda ən əsas şey mimikan çox aşırı dərəcədə. Çox minimal deyilsiniz. Çox incə deyilsiniz, başa düşmək Çox olmur. sağ ol. Və heç kim tapmır. Okay. Demək istədiyim tək bir nüans var ki, hələ də gec deyil, öyrənmək lazımdır. Çünki düşünə bilərsiniz ki, süni intellektin sizin sahənizə bir təsiri yoxdur. Süni intellektin hal-hazırda təsiri olmadığı heç bir sahə yoxdur. Sadəcə indi öyrənmək lazımdır ki, sonra biraz gec ola bilər və sonra düşünə bilərsiniz ki, mən işləyirdim, hər şey qaydasındadır. Niyə mən işdən belə ya da işdə daha geri qalmağa başladım. Bizim komanda hamı iləri getdi, mən qaldım. Maaşım artmadı kimi dərdlər olmaması üçün süni intellekti öyrənmək lazımdır. Hələ indi öyrənsəz fərqlənə bilərsiniz. Fərqlənmək demək karyerada yüksəliş demək. Bəli. Yüksəliş demək pul qazanmaq demək. Gəldiyiniz üçün təşəkkür eləyirəm. Çox sağ Mənim üçün olun. çox maraqlı, əyləncəli Mənim bir üçün də bölüm oldu. maraqlı şeydir. Bir şeylər tapanmasam da. Amma yox, Hətta qaç çox dəfə ötürə qəşəng. Hətta birinci oyunu çox qəşəng izah elədiniz. Mən Sağ olun, bəyəndim. təşəkkür edirəm. Mən izah eləyə bilmədim idmançının biri olaraq. Beynim bizimlə fikirləşirdi. Mən bunu izah eləyim, idman tərəfdən izah eləsəm, ümidvarım başa düşəcəyəm. Yox, çox şey bilirsən ona görədir. Məndə çox şey yox ki, mən futbolla danışıram. Bildiyim bir bilgiylə hər şey yapara bilir. Əjdahasız. Çox sağ olun. Çox sağ olun. Növbəti bölümlərdə görüşənədək hələlik. Sağ olun, təşəkkürlər.